Hamınızı salamlayıram. Bugün şahzadə salata bişirəcəm. Bunun üçün bizə 5 yumurta, 200 qram duzlu xiyar, 100 qram qovrulmuş qoz, 200 qram mayonez, istiyot və 400 qram luboy ət. Mən bu səfər toyuq götürdüm. 400 qram. Bir dənə də bir diş sarımsaq lazım olacaq. İlk öncə qozu qovururuq. Mayonezə istiyotu qatırıq və bir diş sarımsağı ora sıxacağıq. Qoyuruq qırağa. Deməli, toyuğu xırda kubiklər kimi doğrayacağıq. Toyuqlarımızı da doğradıq. İndi sıra gəldi yumurtalara. Yumurtaları törkan yekə gözündən keçirəcəyik. Qozu doğrayırıq, amma çox xırda olmasın. Artıq ərzaqlarımızı hazırladıq. Toyuğumuzu doğradıq. Bunları da törkadan keçirtdik. Qozu da doğradıq. İndi mayonezin tən yarısını vuracağıq toyuğa. Tən yarısını. Niyə? Ona ki, toyuq biraz qurudur. Yerdə qalan hissəni də bunlarla bölüşdürəcəyik. Bunları qarışdıraq. Demək, qarışdırdıq hamısını. Əgər istəsəniz duz da qata bilərsiniz. Prosta ət duzlu suda qaynayıbdır. Nədir bu? Mayonezin özü də duzlu olur. Hamısını baxın mayonezlə qarışdırdıq. İndi bunu bir qabda yığacağıq. Qoyun qırağa. Boyda olsun bəsdir. İlk növbədə birinci toyuğu qoyuruq. Toyuğun hamısını tökəcəyik və birinci layımız toyuqdan ibarət olacaq. Birinci qatımız hazırdır. İkinci qatımız xiyar olacaq. Onu da eynən birinci qat kimi edirik. Ən üst qatımız yumurta olacaq. Üçüncü qatımız yumurta. İstəsəniz ərzaqları 2 eləyə bilərsiniz. 2 dəfə artıra bilərsiniz. Əgər hündür istəyirsinizsə olsun salatınız. Üstünü də düz elədikdən sonra qozları səpəcəyik. Qozları səpirik.
oldu. Və üstün plonkalayıb qoyacağıq xladilnikə 3 saatlığa. Üstünü bağlayırıq. Qoyuruq xladilnikə. 3 saatdan sonra çıxardacağıq. Artıq salatımız hazırdır. Bunu biraz fırladıb çıxardacağıq belə. Aha. Buyurun, siz də pişirin. Çox gözəl, çox dadlıdır. Pişirin, peşman olmazsınız. Hələlik.